Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi tərəfindən icra edilən Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi 4-cü faza proqramı çərçivəsində Gəncədə yerləşən Medi Konsorsiumun həyata keçirdiyi insan alveri ilə mübarizə layihəsi çərçivəsində insan alverinə yox deyək verilişinin növbəti buraxılışı efirdədir. Verilişdə ifadə edilmiş fikirlər müəlliflərə məxsusdur və ABŞ Dövlət Departamenti və Beynəlxalq Miqrasiya Təşkilatının mövqeyini əks etdirmir. Bugünkü verilişimizdə mövzumuzu müzakirə etmək üçün mənim həmsöhbətlərim var və mən istəyirəm indi həmin qonaqlarımızı sizə təqdim edeyim. Bu gün mənimlə həmsöhbət Təmas Regional İnkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova və həmin təşkilatın icraçı direktoru Kübra Ələkbərovadır. Xoş gəlmisiniz verilişimizə. Bugünkü verilişimizin əsas mövzusu insan alverinə qarşı mübarizənin gücləndirilməsində əhalinin maarifləndirilməsi olacaq və bu istiqamətdə görüləcək işləri biz ekspertlərlə birlikdə studiyada müzakirə edəcəyik. Təbii ki, insan alveri bugün bütün dünyada ən vacib, ən belə ağrılı bir problemlərdən birinə çevrilmişdir və buna görə də təbii ki, bütün həm media qurumları, həm dövlət qurumları, həm qeyri-hökumət təşkilatları bu istiqamətdə güclü işlər aparırlar. Bu insan alverinə qarşı mübarizənin gücləndirilməsi üçün lazımi işlər görürlər. Və təbii ki, bu istiqamətdə çalışan və Qərb regionunda fəaliyyət göstərən təşkilatlardan, qeyri-hökumət təşkilatlarından biri də Təmas Regional İnkişaf Birliyidir. Ona görə də biz bugün həm qonaqlarımızla çalışacağıq ki, həm regionda, həm Azərbaycanda bu istiqamətdə görülən işlər və bu görülməli olan işləri müzakirə edək və mən istəyirdim ki, birinci söhbətimizi ondan başlayaq ki, yəni insan alveri ümumiyyətlə, insan alveri və onun formaları hansı formalardır? Yəni bu gün insan alveri dedikdə nə başa düşürük? Bax, istəyirdim Südabə xanım, sizlə başlayaq ümumiyyətlə. İnsan alveri dedikdə nə başa düşürük? Təşəkkür edirəm. İlk öncə bütün tamaşaçıları salamlayıram və verilişə dəvət etdiyiniz üçün təşəkkür edirəm. Demək, son 10 illiklərdə ümumiyyətlə dünyanın bütün ölkələri üçün cinayətkarlığın yeni forması, insan alveri cinayətkarlığı çox böyük şəkildə inkişaf etməyə başladı. Kriminal biznesin müxtəlifliyindən irəli gələrək bu cinayətkarlıq növü artıq dövlətlərin sərhəddindən çıxaraq bütün dünyanı bürüdü və transmilli xarakter daşıdı. Belə ki, öz gəlirinə görə ildə 32 milyard dolları ötüb keçirdi və silah alverindən və narkotik ticarətindən sonra artıq gəlirinə görə dünyada 3-cü yeri tuturdu. Məsələ burasındadır ki, insan alveri cinayətkarlığı heç bir kapital qoyuluşu tələb etmirdi. Bu insan alveri cinayətkarlığı birbaşa şəxsiyyətin özünə yönəldilən cinayətkarlıq formasıdır və heç bir kapital qoyuluşu tələb etmədən də, etmədiyinə görə o transmilli artıq dövlətlərin sərhəddindən çıxaraq çox geniş vüsətlə inkişaf elədi. İnsan alverçiləri əsasən öz, belə deyək, toruna saldığı insanları, qurbanları hədə-qorxu gəlməklə, onların azadlıqlarını məhdudlaşdırmaqla və mənəviyyatına güclü təsir etməklə, onların mənəviyyatını pozmaqla tabeçiliyində saxlamağa çalışırdılar, tabeçiliyində saxlayırdılar. Və artıq belə bir problem bütün ölkələrdə var və bugün çox təəssüf ki, Azərbaycan da bu cür problemdən artıq mümkün deyildir, kənarda qalmadı. Belə ki, ölkəmizdə gedən bu iqtisadi inkişaf və sərhədlərin açılması və s. Turizm biznesinin inkişafı bizim ölkəmizi də, belə deyək də, bu cinayətkarlıqdan, transmilli cinayətkarlıqdan kənarda qalmadı. İnsan alverinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən də biz müəyyən sənədlər, protokollar imzalandı. O cümlədən bütün dünya dövlətləri yığışaraq konvensiyalar, qanunlar, sənədlər imzalandı və 2006-cı ildən etibarən
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nəzdində insan alverinə qarşı mübarizə idarəsi, baş idarəsi yaradıldı və qanunvericiliyə müəyyən dəyişikliklər edildi. O cümlədən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə artıq bu cinayətkarlıqla bağlı xüsusi maddələr salındı. İnsan alverçilərinin hərəkətləri müəyyən zənciri xatırladır. Belə ki, insan alveri faktının mövcud olmasının əsas 4 komponenti mövcuddur ki, hərəkətlər, vasitələr, üsullar və məqsədlər. İnsan alverinin deyək ki, hansı hərəkətlər mövcuddur? Yəni hansı formalar mövcuddur ümumiyyətlə? Hansı hərəkətlər mövcuddur bu insan alverindən bağlı? Deməli, hərəkətlər bunlardır. İnsan alverində insanların cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlənilməsi, daşınması, verilməsi, qəbul edilməsi və satılması. Bax, bu dediyim komponentlərdən hətta biri olmadıqda belə, bu artıq başqa bir hüquq pozuntusu olur. Yəni, məhz bu hərəkətlər, bu komponentlər cinayətin insan alveri olduğunu sübut edir. Adətən necə olur, nə baş verir? İnsanın hərəkətləri məhdudlaşdırılır, onun azadlıqları məhdudlaşdırılır, ona fiziki zor tətbiq edilərək insan istismar olunur. Gəlin, baxaq görək, indi bu hansı formada istismar olunur? Təbii ki, bu istismarın da formaları var. Və yəni, əsas vasitələr burada azadlığın məhdudlaşdırılması, əgər daşınma varsa sənədlərin alınması, zor tətbiq etmək, hədə qorxu, təsir imkanlarının, təzyiq imkanlarının zəiflik vəziyyətindən sui istifadə olunması, bundan sonra psixoloji təsir, şantaj, aldatma, xüsusən də son zamanlar borc asıllığının yaranması, qazandığı pulların verilməməsi və s. kimi bu cür vasitələr var. Ümumiyyətlə, Sədoqə xanım, bundan qabaqçı verilişdə də biz artıq bununla bağlı müzakirələr aparmışdıq və verilişdə bundan qabaqçı verilişimizin bir qəhrəmanı da var idi və siz dediyiniz həmin o göstərilən hadisələr həmin qəhrəmanın başına gəlmişdi və o onu yaşamışdı artıq. Bəli. Yəni, həmin qəhrəman da siz dediyiniz qaydada bilməmişdi, getmişdi, sənədləri əlindən alınmışdı və biz bundan qabaqçı verilişdə də aidiyyatı qurumların nümayəndələri ilə bu məsələni müzakirə etmişdik və mən istəyirdim indi bir balaca bu insan alveri, yəni siz bu insan alveri qurbanları ilə işlədiyiniz üçün ən çox istəyirəm bu barədə danışaq. Kübra xanım, ümumiyyətlə insan alveri qurbanları sizlə qarşılaşdığınız başqa hansı formalar olur? Yəni elə təkcə qadınlarmı bu aldanırlar, bu qadınlarmı bu insan alveri qurbanlarına çevrilirlər? Əvvəla mən qeyd edim ki, Azərbaycan artıq 2004-cü ildə insan alverinə qarşı mübarizəyə qoşulmuşdur və o ildən bəri Səbə xanım qeyd elədiyi kimi biz qanun qəbul edilmiş, insan alverinin qarşısının alınması haqqında, mübarizə haqqında qanun qəbul edilmiş, beynəlxalq konvensiyalara və protokollara ratifikasiya etmiş. Yəni, ölkə artıq bu cinayətləri tanımış və bunun qarşısının alınması istiqamətində müəyyən fəaliyyətlər aparılmışdır. Azərbaycan üçün ümumiyyətlə bir neçə il öncə 2008-2009-cu ilin bu mübarizənin başlanğıcında insan alveri dedikdə ilk öncə qadın alveri nəzərdə tutulurdu. Çünki və bu qurbanlara da münasibət bir mənalı deyildi. Ancaq aparılan bu metodlar, mübarizə metodları və s. onu göstərdi ki, Azərbaycan üçün xarakterik olan insan alveri cinayətinin ən xarakterik forması qadın alveri, yəni bura fahişəliyə cəlb etmə, qadınların alqısı, satqısı, daşınması, cəlb edilməsi, uşaq əməyinin istismarı və məcburi əməkdir, yəni əməyin istismarı faktlarıdır. Ancaq ümumiyyətlə insan alveri dedikdə burada iki növ tətbiq olunur. Birinci, insan əməyinin istismarı, ikincisi, insan bədəninin istismarı. İnsan bədəninin istismarı dedikdə biz burada qadın alveri, uşaq alveri, pornoqrafik çəkilişlərin təşkili, uşaq pornoqrafiyasının təşkili, sonra orqan transplantasiyası. Ancaq Azərbaycan üçün daha xarakterik olan məhz qadın alveri, uşaqların dilənçiliyə cəlb olunması və əməyin istismarıdır və bir də məcburi əmək.
Məcburi əməyin özü də insan alveri cinayətlərindən sayılır. Bax, elə verilişimizin bu yerində mən istəyirdim ki, bizim əməkdaşlarımız Kübra xanım dediyi kimi həmin məcburi əməyin istismarının qurbanı olubdur və istəyirəm ki, indi həmin süjetə baxaq və bundan sonra studiyaya qayıdaq, həmin süjeti müzakirə eləyək və həmin süjetdə başına gəlmiş hadisəni bir daha ekspertlərimizlə müzakirə edək, onların fikirlərini bilək. Dünyada ən gəlirli sahələrdən biri olan insan alverinin qurbanları yalnız xanımlar və azyaşlılar deyil. Onlar arasında 18 yaşından 55 yaşına dək kişilər də var. Bir çox hallarda müxtəlif peşə sahibləri olan kişilər bəzən mövsümi xarakterli işlərdə çalışmaq üçün ölkəni qısa müddətli tərk edirlər. Onlar yüksək ödənişlə əmək haqqı dalınca öz isti yuvalarından uzaqlaşır, az bir vaxtda çox pul əldə etmək istəyi ilə başqa, bəzən tanımadıqları ölkələrə üst tuturlar. Qanunları, qaydaları, öz hüquqlarını bəzən də dil bilmədiklərindən insan alveri şəbəkəsinin qurbanlarına çevrilirlər. Onlardan biri də 56 yaşlı Elzardır. Təxminən 14 il bundan qabaq o da bu dəhşətli anları yaşayıb. Ali təhsil olsa da ixtisasına uyğun bir iş tapmadığından o atasının yanında qaynaq etməyi, santexnika işlərini öyrənmişdi. Ailə qurduqdan sonra bu peşənin köməyi ilə Gəncədə, Bakıda bu işləri görməklə ailəsinə çörək pulu qazanırdı. Artıq ikinci körpəsi dünyaya gələndən sonra Elzarın qayğısı 1-ə 2 artdı. Əziyyətlə işləyib qazandığı pul onun ailəsinin problemlərini həll etməyə imkan vermədi. Dolanışıq çətinləşirdi. İş yer axtarırdım. Bir gün çayxanada oturub çay içirdik. Böyür stolda qonşular söhbət eləyirdi. Eşitdim ki, Rusiyada yaxşı pullu iş var. Dedilər, soyuq yerdə, amma yaxşı pul verirlər. Qonşum öz də dəqiq nəyin nətər olduğunu heç bilmirdi. Ona da kimsə zəng elif demişdi. Mənə da pul çox lazım idi. Uşaqları böyütmək, onları boy-başı çatdırmaq lazım idi. Ona görə də xahiş elədim ki, məni o adamdan görüşdürsün. Telefonunu verdilər, zəng elədim. O da Azərbaycanlı idi. Danışanda dedi ki, burada bina tikirlər. Yaxşı maaş verirlər. Görüləsi işləri sadalayanda dedilər ki, orta hesabla 3-4 min dollar qazana bilərəm. Sevincimdən yerə göyə sığmırdım. Düşünürdüm ki, gedirəm, bir-iki il işləyərəm, pulumu toplayaram, maşın alaram, oğluma torpaq yer alaram, evi düzəltdirərəm, həm biraz da dar gün üçün pul toplayaram. Həmin şəhərə yollanan Elzar orada başqa mənzərə ilə qarşılaşıb. Qeydiyyat adı ilə sənədləri əlindən alınan qəhrəmanımız sonradan dəhşətli anlar yaşayıb. O günlər yada salmaq indi ağırdı. Bir qarın ac, bir qarın tox. Səhər 7-də yuxudan oyadıb, işə aparırdılar. İş yerinin ərazisində taxtadan bir ev tikmişdilər. 15-20 nəfər orada qalırdıq. İstiliyi də olmurdu. Axşam saat 8-ə, elə orada 9-a kimi işlədirdilər. Bir təhər dözürdüm. Dedim, ayın sonunu gözləyim. Ayın axırı gələndə mənə 200 dollar pul verdilər. Soruşanda ki, biz 2-3 min dollar maaş danışmışıq, mənə güldülər. Onda paltarımı, alətlərimi yığıb Azərbaycana qayıtmaq istədim. Məni onların o yekəpər mühafizəçiləri tutdu, bir nəfərin yanına apardılar. Rus dilində nəsə deyirdi. Anlamırdım heç. Bircə onu başa düşdüm ki, mənə dedi ki, uyu. Mən də qorxdum. O çətin anları yaşayan həmyerlimiz sonradan təsadüf nəticəsində sağ qalıb və vətənə dönməyi bacarıb. Bir gün hiss elədim ki, elə bil ki, içim yanır. Bizlə 2-3 Azərbaycanlı fəhlə də var idi. Onlar mənim vəziyyətimin ağır olduğunu görüb, şefə məlumat verdilər. Uca dözə bilmirdim. Təcili əməliyyat olunmalıydım. Mühafizəçilərdən biri təcili yardıma zəng elədi. Məni apardılar xəstəxanaya. Cərrahi əməliyyat elədilər. Oradan bir təhərə imkan tapıb atama zəng elədim.
Onların köməyi ilə sənəd düzəldib, pul düzəldib bir təhər Azərbaycana qayıtdım. Elzarın başına gələnlər onu göstərir ki, tək xanımlar, uşaqlar deyil, qazanc dalınca bəzən də çox pul əldə etmək arxasınca xarici ölkəyə üz tutan kişilər də insan alverinin qurbanına çevrilirlər. Buna görə də hər bir addım atanda onun sonradan nə ilə nəticələnə biləcəyini düşünmək vacibdir. Yenidən studiyadayıq və artıq süjetdən də məlum olduğu kimi bizim süjetin qəhrəmanı da insan alverinin qurbanı olub, yəni əməyin istismarının qurbanı olub. Bax, Kübra xanım, mən istəyirəm indi mən bu canlı artıq bu deməli bu prosesin canlı şahidi olmuş bir insan baxmayaraq ki 10 il bundan qabaq baş vermiş bir hadisədir, amma təbii ki bu da insan alverinin bir hissəsidir və mən istəyirəm bax bu indi bu süjetin üzərində biraz müzakirə aparaq və hər ikinizin fikrinizi bilmək istəyirəm ki, bax ümumiyyətlə bu insanın ora getməsi və bu hadisə ilə qarşılaşması nəyin əsas, yəni hansı səbəblərdən gedib çıxıb ora, yəni onun nəyin nəticəsidir? Yəni süjetdən göründüyü kimi adam pul qazanmaq üçün gedib. Yəni bu fikirləşib ki, gedərəm orada pul qazanaram və o dediyi kimi orada onun yaxın bir tanışı vasitəsilə o gedib, hansı ki o deyir, mən gördüm ki, o da yaxşı pul qazanır və düşündüm ki, biz onunla birgə gedib pul qazana bilərik. Və bayaq sadaladığım bütün fikir verdinizsə, bütün hərəkətlər orada artıq azadlığın gedəndən sonra aldatma faktları var, azadlığın məhdudlaşdırılması var, sənədlərin əlindən alınması, eyni zamanda istismar. Və bu insan o obyektdən heç ara çıxa bilmirdi. O çox özü də danışdığı kimi çox cüzi bir qida ilə ölməmək üçün onu belə deyək verirdilər, ərzaqdan təmin edirdilər. Amma ki, çox güclü şəkildə işlədirdilər və birinci, ikinci ay əvvəlcə onun maaşını vermirlər, sonra isə ona telefon verirlər ki, hə, yəni danış. Və çox xoş bir təsadüf nəticəsində o deməli xəstələnir və Azərbaycana, yəni təsadüf nəticəsində qayıdır. Təsadüf nəticəsində onun bəxti gətirir ki, o qayıda bilir. Əsasən gördüyünüz kimi burada kasıbçılıq, işsizlik və burada ümumi təhsilin, ümumi belə deyək də bu insanın uzaq bir ölkəyə gedir, amma o fikirləşmir ki, mən ən azından getdiyim ölkədə bir Azərbaycan səfirliyinin, Azərbaycan nümayəndəliyinin bir telefon nömrəsini götürürüm. Və o getdiyi ölkədə ümumiyyətlə əgər insan çıxırsa, hansısa bir ölkədən digər ölkəyə çıxırsa, hökmən onun sənədləri üstündə olmalıdır və o ehtiyatsızlıq edir, ilkin ehtiyatsızlığı ondan ibarət olur ki, o sənədlərini verir. Həm də dil bilmir. Ən böyük vacib problemlərdən biri də o ki, rus dilini bilmir. Ən böyük problemlərindən biri də odur ki, o dili bilmir. Əgər dili bilmirsə, heç olmasa bu adamın əgər çıxırsansa, sən birmənalı şəkildə sən şəxsiyyətini təsdiq edən sənədini verməməlisən. Əgər verirsənsə, ən azından sənin şəxsiyyətini təsdiq edən sənədin surəti sənin üstündə olmalıdır. Yəni insanlara tövsiyəmiz budur ki, ola bilər ki, sənədi itirərsiniz. Heç kimə verməzsiniz, amma o insanla da ola bilər hansısa çantanın içində gedər, nəsə baş verər, olur. Sənədin əgər getdiyin ölkədə dili bilmirsənsə, o ölkənin, orada qadının statusunu, kişinin statusunu, belə deyək, oradakı qanunvericiliklə yaxından tanış deyilsənsə, ən azından sənədin yoxdursa, ən azından artıq sən o ölkədə miqrasiya qanunlarını pozmuş olursan. Və miqrasiya qanunlarını pozursansa, artıq sən bir çox ölkələrdə bu qanun pozuntusuna görə sənin həbs olunmaq təhlükən var. Yəni, hələ bir insan alverini qoyaq bir kənara. Yəni, ən azından bu tədbirlər, bu təhlükəsizlik tədbirləri görülməli idi. Bu insan isə görünür aldadıblar və inanıb və ən əsas odur ki, onun xəbəri yoxdur ki, belə bir cinayətkarlıq forması var. Əgər o maariflənmiş olsaydı, o bir-iki də adamdan eşitsəydi ki, kimləri aparıblar, başına belə bir işlər gəlib, o təbii ki, ən azından e-mail adresi, aktiv bir e-mail adresi olmalıdır ki, evdəkilərə xəbər versin ki, mən filan yerdəyəm, filan ünvandayam. Yəni, ən azından bir bunu axtaran olsun. Filan şəhərdəyəm və bunu axtaran olsun. O bütün bunların heç birini etməyib və ona görə də nəticədə o insan alverinin qurbanı olur.
Kübra xanım, bax mən bayaq söhbətimiz yarımçıq qaldı və mən istəyirəm indi bunu davam eləyək. Bax bu bizim qəhrəmanın üzərində siz bayaq qeyd elədiniz ki, yəni bu insan alveri qurbanının əməyinin istismarı, əsas əməyinin istismarı da insan alveri qurbanının, yəni insan alverinin bir qoludur, bir hissəsidir. Mən istəyirdim bax bunu fikrini bildirəsiniz ümumiyyətlə. Yəni bu süjetdən də gördük ki, qəhrəmanımız təkcə burada iş tapa bilmədiyi üçün getmir. O böyük pul arxasınca getmək fikrində düşür. Yəni ona orada böyük məbləğdə vəsait təklif eləyirlər və ona görə də bu ölkədə ümumiyyətlə bax mən istəyirəm bir ekspert kimi fikrinizi biləm ki, yəni bax bu birdən-birə böyük bir pullar, böyük maaş, böyük məbləğdə hansı vəsait təklif olunanda bu artıq özü hansısa bir şirinləşdirmə yolu deyilmi? Ümumiyyətlə, insan alverçiləri də məhz elə bu vasitələrdən istifadə edirlər. İnsan alverçiləri məhz həssas vəziyyətdə olan, sosial-iqtisadi durumu aşağı olan, daha iddialı, daha ambisiyoz insanlarla daha tez ünsiyyət qura bilir və onları daha tez öz torlarına sala bilirlər. Və bizim baxdığımız bu süjetdə görsənir ki, bu qəhrəman əməyin istismarı qurbanıdır. Çünki deməli, insan alverinin formaları həm əməyin istismarı və məcburi əmək var. Məcburi əmək əməyin istismarından daha ağır bir cinayət hesab olunur. Lakin məcburi əməklə bağlı bəzi elementlər, meyarlar haqqında konkretlik olmadığına görə belə hadisələr məhz əməyin istismarı faktları kimi qeydə alınırlar. Və bizim özümüz də bu faktlarla rastlaşırıq. Düzdür, bu Azərbaycan üçün çox da xarakterik deyil, çox da geniş miqyasda yayılmamışdır. Ancaq biz özümüz də bu insanlarla qarşılaşırıq. Ona görə ki, məsələn, bu qurban timsalında insanlar əslində Azərbaycanda daha çoxdur. Sadəcə onlar bəzən heç özləri də bilmirlər ki, o insan alveri qurbanı olublar. Onlar heç özləri də dərk etmirlər ki, onların əməkləri istismar olunubdur, onların əməyindən istifadə olunub, onlar məhdudlaşdırılıblar, ağır iş şəraitində işlədiliblər, hədə qorxu gəlinibdir. Onlar bəzən bizim bu mentalitetdən irəli gələn məsələlər də var. Yəni Rusiyaya qazanc dalınca gedib, orada müəyyən problemlərlə qarşılanan insanlar qayıdarkən orada baş verdiklərini daha çox susmağa meyillidirlər. Nəinki onu açmaq, onun haqqında danışmaq, o izah etmək. Yəni bu tək hallardır əslində. Ancaq biz düşünürük ki, belə hallar çox olubdur. Çünki siz bilirsiniz ki, sərhədlər açılanansa 90-cı illərdə böyük bir miqrant dalğası istiqamətləndi Rusiya Federasiyasına. Bəli, yeni qurulmuş bir dövlət idik. Yəni iqtisadi, sosial problemlər çox ciddi idi. Yəni faiz işsizlik dərəcəsi yüksək idi ölkədə və bir dalğa Rusiyaya istiqamət getdi və bu doğrudan da bu insanlar arasında insan alveri qurbanları da sözsüz ki oldu. İkinci, bu hal-hazırda bax bugünkü gündə siz bilirsiniz ki, sərhədlər açılıb, biz dünyəvi dövlətdə yaşayırıq. Azərbaycandan insanlar istənilən xarici ölkəyə gedə bilirlər və bu da sözsüz ki, insan alverçiləri üçün daha bir münbit bir şərait yaradır. Çünki ölkədə bəzi hal-hazırki iqtisadi problemlər, məsələn, biz eşidirik ki, bugün miqrasiyanın səviyyəsi yüksəlibdir. Hətta statistika göstərilir ki, ildə neçə min insan Azərbaycanı tərk edir və xarici ölkələrə yollanır. Və əlbəttə ki, bunlar iş üçün, müəyyən bir vəsaitləri əldə etmək üçün, qazanc üçün istiqamətlənirlər, gedirlər, ailələrini qoyurlar və sözsüz ki, burada da insan alverinə çevrilmə riski də yüksək olur. Bax, burada bayaq indi söhbətinizdə məlum oldu ki, yəni bu kimi insanların gedib ölkə xaricində, yəni öz ölkəmizin hüdudlarından kənarda çalışmaları və oradan qazanc əldə eləmək istəmələri təbii bir haldır. Amma onların həmin vaxtda insan alveri qurbanına çevrilməsi nəyin nəticəsidir? Yəni, bax, tutaq ki, bu indi bizim qəhrəmanımız da ali təhsillidir, yəni artıq onun ali təhsili var, yetərincə dünya görüşü var. Amma istər-istəməz həmin insan da gedir və o da insan alveri qurbanına çevrilir. Bax, nəyin nəticəsidir Südabə xanım bu? Mən deyərdim ki, mən bayaq da dedim, ən əsas məlumatsızlığın. İlk öncə məlumatsızlığın. Yenə deyirəm, əgər o adamın xəbəri olsaydı ki, dünyada belə bir cinayətkarlıq forması var və
o cinayətkarlıqdan necə, o insan alverçilərinin əlindən hansı yollarla o canını qutara bilər? Təbii ki, onun vəziyyəti daha yaxşı olardı. Amma onun xəbəri yoxdur ki, bu bir cinayətkarlıq formasıdır və ona qarşı, şəxsiyyətə qarşı, şəxsiyyət yönümlü bir cinayətkarlıq formasıdır. Ondan xəbəri yoxdur. O yüzdən də hesab edirəm ki, biz bugün insan alveri sahəsində maarifləndirmə işlərini artırmalıyıq, gücləndirməliyik. Ümumiyyətlə, Azərbaycanda hal-hazırda, deyək ki, bir 5 il, 10 il öncəyə nəzər salsaq, indi insanlar bu sahədə çox böyük işlər görülür. Qeyri-hökumət təşkilatları, o cümlədən Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə idarəsi, Əmək və Əhalinin Nazirliyinin nəzdində yerləşən İnsan alveri qurbanları üçün yardım şöbəsi bu sahədə çox maarifləndirmə xarakterli işlər çox olub. Təbii çünki beynəlxalq təşkilatlar, Beynəlxalq Miqrasiya Təşkilatının və Amerika İnkişaf Agentliyinin bu sahədə olan layihələr insanların maariflənməsinə, insanların bu sahədə maariflənməsi üçün çox güclü təkan olmuşdur. Deyək ki, 5 il, 10 il bundan əvvəl artıq insan alveri qurbanını cəmiyyət qınaq obyektinə çevirirdirsə, artıq ona cinayətkarların qurbanı kimi baxırlar. Bayaqdan deyirlər ki, özü günah özündədir, qınaq obyektinə çevrilirdi və insanlar onu, belə deyək, cəmiyyətdən təcrid etməyə çalışırdılarsa, artıq insanlar başa düşür ki, insan alveri qurbanının artıq bu işdə o qurbandır. Yəni o hansısa cinayətin qurbanıdır. Deyək ki, soyğunçuluq da bir cinayətkarlıqdır. İnsan getdiyi yerdə bunu, tutaq ki, cibinə girirlər, soyurlar, bunun orada qətl hadisəsi baş verir. Yəni burada insanın özünün heç bir rolu, heç bir günahı yoxdursa, bu da o formada tam bir cinayətkarlıq qurbanıdır. Bax, mən bir məsələni istəyərdim qeyd edeyim. Məsələ burasındadır ki, insan alveri qurbanları ümumiyyətlə cəmiyyətdə belə bir tendensiya formalaşır ki, insan alveri qurbanları savadsız insanlar, yəni daha həssas vəziyyətdə olan, təhsildən yayınmış, yəni aşağı təhsilli insanlar insan alveri qurbanı ola bilərlər. Amma əslində statistikada bunu göstərir ki, bu belə deyil. Yetərincə təhsili olan, müəyyən dünya görüşü olan insanlar belə insan alveri qurbanına çevrilə bilirlər. Çünki insan alveri elə bir cinayətdir ki, əvvəla bu insan alveri cinayətini törədən bir insan alverinin alverçisi tək fəaliyyət göstərmir. Bu bir şəbəkə şəklində fəaliyyət. Ona görə buna biz həm transmilli cinayətdir, həm bu şəbəkə cinayətidir. Yəni qrup şəklində insan alverçiləri qrup şəklində işləyirlər. Yəni buna doğru onlar hazırlaşırlar. Bəli, bəli. Onlar bu sanki bir şəbəkə biznesidir. Bir nəfər tərəfindən cəlb edilir, bir nəfər tanış edilir, ikinci bir nəfərlə daşınır, üçüncü bir nəfərin vasitəsi. Yəni bu qrup şəklində olan bir cinayətdir. Yəni bu insanlar o insanların zəif tərəfini tapır. Bəli, zəif, onların həssas vəziyyətlərindən, onların düşdüyü çətin vəziyyətdən istifadə edirlər və sözsüz ki, müəyyən davranış modeli var bunun üçün. Yəni insan alverçilərinin artıq özünün dürüstləşmiş, eksperimentdən keçmiş modelləri var ki, və bunların vasitələri, orada görürsünüz, təbii xanım da bəs qeyd elədi, hərəkətlər, vasitələr və o insanı öz torlarına salmaq üçün onlar hər bir vasitədən istifadə edirlər və kifayət qədər dünya görüşlü təhsilli insanlar da insan alveri qurbanına çevrilə bilirlər. Məsəl üçün, bizim təcrübəmizdə biz bir dəfə Polşaya, Azərbaycandan siqaretin istehsalı ilə məşğul olan mütəxəssislər tütün zavodunda işləyiblər Sovet dönəmində. Sonra tütün zavodları bağlandı, ona görə bu insanlar qaldılar işsiz. Və bunlara gözəl bir təklif gəlir ki, siz Polşada belə bir fabrik var və biz sizi o fabrika aparacaq, sizə yüksək maaş verirsiniz. Doğrudan da bunlar yüksək səviyyəli mütəxəssislərdirlər. Sadəcə işsizdirlər, çox həssaslar, ailələrini təmin edə bilmirlər və bu insan 2 nəfəri aldadaraq aparmışdılar
Polşaya və orada bunları meşənin içində kiçik bir sex şəklində, hətta bunları donuzlar yaşayan fermada bunları orada yaşadılar. Tənətləri əllərindən alınmışdı və çox möcüzə bir nəticəsində bu insanlar oradan xilas ola bilmişdilər. Yəni bunlar kifayət qədər təhsilli, səviyyəli insanlar. Yəni bu demək deyil ki, sadəcə təhsilsiz insanlar, savadsız insanlar, dünya görüşü olmayan insanlar insan alveri qurbanına çevrilə bilirlər. Bu yetərincə. Yəni müzakirələr artıq belə başa düşmək olar ki, burada hər bir insanın maarifləndirilməsi, yəni onun cinsindən, irqindən, mənsubiyyətindən, yaşından asılı olmayaraq onların maarifləndirilməsi vacib məsələdir. Elə istəyirəm verilişimizin bu yerində əməkdaşlarımız şəhərimizdə sorğular aparıblar, yəni vətəndaşların fikrini biliblər. Bu insan alverinə qarşı mübarizə ilə bağlı, ümumiyyətlə bu istiqamətdə aparılan işlərlə bağlı sorğular aparıblar. İstəyirəm elə bu sorğulara baxaq, ondan sonra verilişimizi davam etdirək. Təəssüf ki, müasir dünya çox inkişaf etdiyinə baxmayaraq, insan alveri kimi təzahürlər də onu necə deyərlər, təqib edir hər zaman. Bununla mübarizə aparırlar, beynəlxalq təşkilatlar da mübarizə aparır. Amma belə görünür ki, bu problem olmaqda davam edir. Bunun da bir səbəblərindən birində mən onda görürəm ki, dünyada necə deyərlər, propaganda məsələləri bir qədər başqa yöndə aparılır. Yəni ki, insanlara hər zaman rahat həyat, cürbəcür var-dövlət, zənginlik təbliğ edilir. Bu da insanların ürəyində, beynində müəyyən stereotiplər yaradır. Və bir çox insanlar da belə şeylərə məhz aldanaraq həmin insan alverçilərinin toruna düşürlər. Onlara əlbəttə ki, həmişə yaxşı həyat vəd edirlər, həyatını dəyişmək vəd edirlər. Xüsusən gənclər də belə şeylərə necə deyirlər, aldana bilirlər. Ona görə də dünyada bu problemin qarşısını almaq faktiki şəkildə mümkün deyil. İnsan alveri adından da məlum olduğu kimi insanların aldadılaraq başqa satılması və yaxud da onun orqanlarından istifadə olunması kimi hallar nəzərdə tutulur. Məncə bu insan alverinə ən çox məruz qalanlar ya qadınlar olur, ya da ki uşaqlar olur. Qadınlar xüsusilə aldanılır, xarici ölkələrə aparılır. Orada ondan istifadə olunur. Uşaqlar da ki, adətən oğurlanır və belə bu hallar çoxalır. Qadınlar, qızlar düşürlər yollara əlbəttə. Bu tez tələsik də bəzi belə nətər demək, dırnaqarası iş adamlarının əlinə keçirlər. Onlar da bunların sadəlövhlüyündən istifadə edirlər. Əlacsız olan insanlar harası işləmək yerdə, məsələn deyək, Afrikadan İtaliyaya gedir. Yəni orada insan alverinin belə o işlə məşğul olan insanların qurbanına çevirirlər də. Biraz uzaq olmaq lazımdır elə şeylərdən. Xeyir yoxdur elə şeydən. Xeyirxah olmaq lazımdır. İnsanları belə yaxşı şeylərlə maarifləndirmək lazım. Yoxsa bu banditlik, julik, niqadiyyədir bunlar. Bunlara aid deyil. İnsan alveri cəmiyyətimizin, bizim milli mentalitetimizə yad olan bir hadisədir və istəyərdim ki, bu alverin kökü kəsilsin və belə bir prinsiplər olmasın bizim cəmiyyətimizdə. Bunun üçün də mübarizə aparmaq lazımdır. Nəyə görə? Əsas məsələlərin biri maarifləşdirmək lazımdır ki, insanlar başa düşsün, bilsinlər ki, bu yol düzgün deyildir. Birincisi də biz Azərbaycanlı, bizim mentalitetdə yad olan bir hadisələrdən biridir. Bu gün tok-şolarda çıxılır, başqa şeylər qoyulur, mövzular qoyulur. Nə bilim, kim kimə nə elədi, kim kim nətər elədi. Bunların əvəzinə o qurban olmuş, yəni insan alverinin qurbanı olmuş kişilər, qadınlar o efirə çıxarılıb və yaxud üzü görükür ya görükmür, bunun fərq eləməz. Ən əsası odur ki, o baxımlı verilişlərə çıxardılsa, bəli, onda hər kəs bilər ki, insan alveri nədir, hansı hallarda baş verir və bunun qurbanı olmamağa hər kəs özündə yəni bir güc toplayar ki, mən bu
sözlərə getməyim, bu hadisənin qurbanı olmayım. Hörmətli tamaşaçılar, artıq sorğulardan da gördük ki, insanlar insan alveri ilə bağlı fikirləri müxtəlifdir, onların maarifləndirilməsi istiqamətində təklifləri müxtəlifdir və orada çox maraqlı bir təklif səsləndi cavan oğlan tərəfindən ki, o deyir ki, yəni bugün Azərbaycanın teleməkanı həddindən artıq verilişlərlə zəngindir, amma çox təəssüflər olsun ki, yəni bu verilişlərdə sırf insan alveri qurbanları haqqında, yəni onları daim onların həyatını işıqlandıran, onların başına gələn hadisələri işıqlandıran veriliş yoxdur. Ümumiyyətlə siz necə hesab edirsiniz? Yəni hər hansı bir verilişdə mütəmadi olaraq insan alveri qurbanları özləri efirə çıxsalar, öz başına gələnləri insanlara canlı olaraq danışsalar, ümumiyyətlə bu fikriniz necədir bu ekspert kimi olar? Əslində Azərbaycan teleməkanında insan alveri qurbanlarını və məişət zorakılığı qurbanlarını, ümumiyyətlə potensial qurbanları efirlərə demək olar ki, hər gün çıxarırlar. İnsanlar buna baxır. Və biz mütəxəssis olaraq əslində bunların əleyhinəyik. Maarifləndirmə bu səpkidə qurbanın özünü efirə çıxarmaqla, onun həyatını müzakirə etməkdən, onu əhali qarşısında belə deyək, hamı onun həyatını müzakirə edir, hamı ağıllıdır, hamı məsləhət verir. Yəni, onun yaşadıqlarını heç kim yaşamayıb. Bununla insanları maarifləndirmək və sonda da o nəticəyə gəlinir ki, hamı günahı görür, elə o insanın özündə. Maarifləndirmə verilişləri tam başqa səpkidə olmalıdır. Yəni, qurbanın özünü çəkmək, qurbanın özünü efirə vermək, qurbanın özünü biz tam şəkildə bunun əleyhinəyik. Yəni, özünü göstərməsə də, amma onun başına gələn hadisəni... Olur ki, bilirsiniz, hər dəfə insanlar başına gələn hadisəni danışdıqca, siz özünüz qurbanı danışdırdınız, siz gördünüz o necə ağladı. Amma halbuki üstündən neçə ay keçmişdi onun, neçə il keçmişdi. Siz onun yarası təzədən, belə deyək, qaysağını qoparırlar. Və o hər dəfə öz başına gələnləri danışdıqca o həyatı yaşayır. Onun yaşadıqlarını biz yaşamamışıq. Biz nə qədər danışsaq da, biz nə qədər desək də, biz onları yaşamamışıq. Onları o yaşayıb. Və onu danışdıqdan sonra insanda psixoloji bir təsirlər yarana bilər. Olsun qadın, olsun kişi, o özü haqqında daha bədbin gələcək düşünür. Yəni, bunu mən yox, psixoloqlar deyirlər ki, yəni özü haqqında daha bədbin gələcək düşünür. Yəni, özü haqqında planları bir qədər özünə gəlir, bir qədər düzəlirsə, yenidən o qayıdır o hadisələrə. İnsanları maarifləndirmək lazımdır. Onların başına gələnləri çatdırmaq lazımdır. Amma məhz onun özünü çıxarıb, bizim Azərbaycan teleməkanında heç onların üzü örtülmədən, mən dəfələrlə şahid olmuşam ki, məsələn, sığınacağımıza düşən insanlar zorakılıq qurbanlarıdır, potensial insan alveri qurbanlarıdır. Onlar efirdədirlər, mən onları görmüşəm. Yəni, bunlar qəti şəkildə əleyhinəyəm. Amma insanlar maariflənməlidir. Məsələn, insanlarda belə bir fikir formalaşır. Biz hər dəfə seminarlara gedəndə bunun özünü deyirlər. Özü istəməsə, axı onu necə sərhəddən keçirdə bilərlər? Necə daşınma ola bilər? Təbii ki, onu aldadırlar. Yox, məsələ var. Axı, sərhəddi keçməyin xüsusi prosedur qaydaları var. Və biz o zaman insanları başa salırıq ki, əgər sərhəddi keçirsə, bunlar adi turist vizası, hər bir şəxsin bir 3 aylıq turist vizası almaq hüququ var. Məsələn, bayaq ki, o sujetdə ki, kişi keçmişdi, biz o məsələyə toxunmadıq ki, o hansı sənəddən, o turist vizası ilə keçirlər. Amma o müddət bitdikdən sonra artıq o ölkədə çevrilir qanunsuz miqranta və o zamana qədər də onun sənədləri əlindən alınır. Bundan da istifadə edirlər. Bundan istifadə edirlər. Ondan sonra reklam agentlikləri, xüsusi reklam agentlikləri, heç uzağa getməyə 2010-cu illər idi. Bizim şəhərdə, şəhərin mərkəzində bir ofis fəaliyyət göstərirdi. Böyük də reklam belə lövhəsi asmışdılar. Mən baxdım orada, yazılmışdı New Life şirkəti sizin üçün iş təklif edir. Sizi Qərbi Avropa ölkələrinə işləməyə və siz kasıbçılığın daşını atacaqsınız. Bilirsiniz, ümumiyyətlə, o qədər şirinləşdirici reklamlar var ki, və o zaman mən baxdım, orada Qərbi Avropa ölkələrinin adı yazılmışdı, hansı ki, o ölkələrdən bizim ölkəyə işləməyə miqrantlar gəlirdi. Təbii ki, əgər o ölkədə vəziyyət yaxşı olardısa, məsələn, Bosniya-Hersegovinada, onlar bizim ölkəyə işləməyə gəlməzdilər ki, qalardılar öz ölkələrində. Və etmədim tənbəllik, getdim ora. Bilirsiniz nəfərə, artıq şəhərin mərkəzində
qanuni şəkildə bir ofis fəaliyyət göstərir. Mən girdim içəri, mən soruşdum ki, sizin orada lövhəniz asılıb. Onlar dedilər ki, buyurun xanım, girin içəri. Onlar məndən soruşmurlar, dili bilirsən, bilmirsən. Bəli, bəli, aparırıq. Heç biz sadəcə sizin sənədləriniz lazımdır, hamısı rahat şəkildə. Mən soruşdum ki, bəs sizin müqaviləniz, əmək müqaviləsi varmı? Dedi ki, bəli, biz onu bu yaxınlıqdakı biz elə notariusda biz onu sizdən edəcəyik. Deyirəm ki, bəs əmək vizası varmı siz? Yəni mən düşündüm ki, yəqin əgər şəhərin mərkəzindədirsə, belə rahat şəkildə bunlar fəaliyyət göstərirlərsə, görünür əmək vizası da var. Amma mən baxdım ki, orada işləyən cavan uşaqlar idi, onların xəbəri yoxdur əmək vizası nədir. Onlar bir də təkrar elədilər ki, bəli, bəli, biz yaxınlıqdakı notariusda siz görəcəksiniz əmək müqaviləsi, yəni istənilən dildə əmək müqaviləsi imzalanır. Və o zaman o New Life şirkəti çox böyük səs-küy yaratdı və o təbii ki, o şirkət çox insanları aldatmışdı. O zaman o Daxili İşlər Nazirliyi tərəfindən artıq onlar öz belə deyək, layiqli cəzalarını aldılar. Yəni söhbət nədən gedir? Və o çox aldadıcı bir görüntü idi. Şəhərin mərkəzində ofis, reklam və insan düşünürdü ki, əgər bunlar varsa, deməli, bu tam qanuni şəkildədir. Bax, bu səpkidə, bunun hər bir xırdalıqlarını deməklə insanları maarifləndirmək vacib deyil ki, insan alveri qurbanı çıxsın orada və bütün, belə deyək, 8 milyon onu... Yəni, o prosesi izah eləmək lazımdır insanlara. Yəni, maarifləndirmə səpkili, hesab edirəm ki, maarifləndirmə səpkili verilişlər qurbanların ora çıxarılıb, onların həyatlarının müzakirəsi ilə düzgün deyil. Bu mənim ola bilər. Siz necə fikirləşirsiniz? Ümumiyyətlə, bugün Azərbaycanda insan alverinə qarşı mübarizə sayəsində maarifləndirmə işləri aparılır və bu davamlı şəkildə həyata keçirilir. Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə sahəsində 2014-2018-ci il milli fəaliyyət planında da bu bənd özünü xüsusilə göstərir və sözsüz ki, burada qeyri-hökumət təşkilatlarının da öhdəsinə böyük bir vəzifə düşür. Çünki bu maarifləndirmə məsələlərində cəlb olunurlar. Dövlət orqanları, mühafizə orqanları birgə fəaliyyət çərçivəsində. Beynəlxalq Miqrasiya Təşkilatının Bakıdakı ofisi də bu sahədə çox böyük işlər görmüşdür. Məsələn, çox silsilə maarifləndirmə sessiyalarının keçirilməsi, birbaşa qeyri-hökumət təşkilatlarla işləməsi, jurnalistlərin bu fəaliyyətə cəlb olunması sözsüz ki, Azərbaycanda maarifləndirmə sahəsində görülən işləri göstərir. Eyni zamanda, əgər biz bu sahədə həyata keçirilən layihələrə baxsaq, Azərbaycan Respublikasının prezidenti yanında qeyri-hökumət təşkilatlarının Dövlət Dəstəyi Şurası 2009-2016-cı illərdə 50-dən çox layihəyə 400 min AZN-dən çox maliyyə ayırmışdır. Və bu onu göstərir ki, bugün Azərbaycanda maarifləndirməyə yəni çox böyük bir yer ayrılır. Diqqət var və bu dövlət tərəfindən də dəstəklənir və milli fəaliyyət planında da özünü əks olunur. Sözsüz ki, biz düşünürük ki, maarifləndirmə artıq maariflənmiş insanlar arasında yox, maariflənməyə əli çatmayan, yəni daha həssas təbəqələrdə olması olmalıdır. Yəni internet resurslardan istifadə edə bilməyən, televiziyanın əlaqəsi olmayan. Məsələn, hətta internet bugün elm texnika əsrində biz yaşayırıq. Biz bugün sosial şəbəkələr vasitəsilə də maarifləndirmə fəaliyyəti aparmaq olar. Çünki, məsələn, əgər biz baxsaq, küçə uşaqlar daha çox internet klublardan istifadə edirlər və onlar da orada insan alverçilərinin toruna düşmək şansları çoxdur. Bugün internet vasitəsilə insan alverçilərinin toruna düşən insanları biz görürük. Yəni burada nikaha cəlb etmə və yaxud məcburi nikaha cəlb etmə və yaxud əcnəbilərlə nikah və s. Yəni bu vasitələr sözsüz ki, insan alverçiləri üçün şərait yaradır ki, qurbanları daha yaxşı cəlb edə bilsinlər. Əlbəttə ki, maarifləndirmədə nə qədər danışsaq bu azdır. Maarifləndirmə davamlı şəkildə olmalıdır. Maarifləndirmə cəmiyyətin bütün təbəqələrini əhatə etməlidir. Və bu sözsüz ki, bu da insan alverinin qarşısının alınmasında yardımcı ola bilər. Çox sağ olun. Nəsə əlavəniz var? Və bu sahədə Beynəlxalq Miqrasiya Təşkilatının da əməyi danılmazdır. Xüsusən siz veriliş başlayanda ki, bu layihəni dediniz, artıq layihə 5 ildən artıqdır
fəaliyyət, yox 2010-cu ildən fəaliyyət göstərir. Səhv etmirəmsə, ola bilər mən tarixi dəqiq deyim. Yəni o layihə çərçivəsində təsəvvür eləyin ki, Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycanın bütün rayonlarında kənd bə kənd biz maarifləndirmə tədbirlərini aparmışıq və bu çox böyük təqdimata Yox, təbii ki, bu danılmaz bir faktdır. Yəni ki, bu ona görə ki, çünki bu aparılan işlərin nəticəsidir ki, artıq 10 il bundan qabaqki Azərbaycanla, yəni bugünkü cəmiyyətimizin fərqi var. Və mən istəyirəm ki, elə bununla da verilişimizi, fikirlərimizi yekunlaşdıraq. Yəni verilişimizin əsas məğzi onda idi ki və sonda belə bir nəticəyə gəldik ki, bu görülən işlər yetərincə olsa da, yenə də cəmiyyətimizin, insanların, hər bir vətəndaşımızın maariflənməyə ehtiyacı var və yəqin ki, bundan sonra da həm aidiyyatı hökumət qurumları, həm qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatların dəstəyi ilə, yəni beynəlxalq təcrübədən yararlanaraq təbii ki, bu maarifləndirmə işlərini genişləndirəcəklər və həm verilişlərdə, həm televiziya verilişlərində, həm internet portallarda, həm də qəzetlərimizdə, jurnallarımızda cəmiyyətimizə insan alveri və onların necə qurbanları, ondan qorunma yolları haqqında məlumatları çatdıracaqlar. Hörmətli tamaşaçılar, bununla da bizə ayrılan vaxt sona yetir və diqqətinizə çatdırım ki, siz İnsan alverinə yox deyək proqramının növbəti buraxılışına baxdınız. Gələn verilişdə görüşmək ümidi ilə sağ olun, salamat qalın.